Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test obrazında yer alan Azərbaycan mədəniyyəti mövzusudur. Gəlin başlayaq. Birinci sualda deyir ki, Marağa Rəsədxanası inşa edilmişdir. A variantında Sacilər dövründə ola bilməz. Sacilər dövləti yaranıb 898-də, Marağa Rəsədxanası yaranıb 1259-da tikintiyə başlayıb 1271-də başa çatıb. İntiba mədəniyyəti 11-12-ci əsrlərdir. Bizə Hülakülər dövrü lazımdır. C variantı. Qazan xanın əmri ilə olmayıb. Çünki Qazan xanın hakimiyyətləri 1295-1304-dür. Amma dedik ki, bu 1271-də artıq başa çatmışdı. Nəsrəddin Tusinin böyük rolu var idi burada. E variantda uyğun gəlmir. Təbrizdə Göy məscid inşa edilmişdi 1465-ci ildə Baharlı Cahanşahın dövründə. Əcəmi Əbubəkiroğlu tərəfindən inşa edilmiş memarlıq abidəsi Naxçıvanda idi. Ancaq ona görə Naxçıvanla bağlı götürürük. Naxçıvanda Yusif Beyin Seyir türbəsi 1162-ci ildə. Xudafərin Olanmaz 1027-də. Bu ümumiyyətlə 12-ci əsrin memarıdır. Təbrizdə Göy məscid 15-ci əsrdədir. Bakıda Qız qalası da Məsud Davudoğluna aiddir. Bilirik ki, Bərdə türbəsi də, türbələr də Hülakülər dövründədir. Azərbaycanda 1865 və 1873-cü illərə uyğun olan hadisələr. 1865-ci il deyir, Əkinçi qəzetinin nəşrinə başlanması bu 75-dədir. Milli teatrın əsasının qoyulması 73-dədir. Biz ardıcılıqla götürməliyik. Birinci 65, sonra 73. Cənubi Azərbaycan Qori-Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 79-dadır. Şuşada İç Qəza məktəbinin açılması 1830-dadır. Gimnaziya tipli 2 rus dilli orta təhsil müəssisəsinin açılması 1865, Milli teatr 1873. Y variantı düzdür. Azərbaycanda 1875-83-cü illər, 75-ci ildə deyək ki, Əkinçi qəzeti, yəni deməli, ilk gimnaziyanın əsasını qoyması 1865, Milli teatr 1873, Milli mətbuat 1875 Əkinçi qəzeti, Bakıda ilk teatr binası da 1883, Millətin atası Hacı Zeynalabdin Tağıyev tərəfindən. Bakıda Qız qalası ilə Naxçıvanda Möminə xatun türbəsi tarixinə aid oxşar cəhət hər ikisi də 12-ci əsrə aid idi. Qız qalası Məsud Davudoğlu, Möminə xatun da Əcəmi Əbubəkiroğlu tikmişdi deyə oxşar ola bilməz. Şirvan yox, Naxçıvan memarlıq abidəsinə aiddir. O digəri də Bakı Qız qalası Şirvana, Möminə xatun Naxçıvan memarlığına aiddir. Müdafiə məqsədi ilə tikilmələri. Qız qalası müdafiə məqsədli olsa da Möminə xatun türbəsi türbədir sadəcə. Alban memarlıq üslubunda tikilmələri. Albaniya dövləti heç yox idi, ona görə yerində atırıq. Bakıda Qız qalası və Şamaxı yaxınında Gülüstan qalasının tarixinə aid oxşarlığa baxırıq. Hülakülərin hakimiyyət dövrü ola bilməz. Hülakülər 13-14-cü əsrdir. Bakıda Qız qalası 12-ci əsr. Salarilərin hakimiyyət dövrü ola bilməz. Salarilər elə 10-cu əsrə aiddir. Amma bunlar dedik ki, Gülüstan qalasıdır. Bakıda Qız qalası da 12-ci əsrə aiddir. Elə D variantı düzgündür. Əcəmi Əbubəkir yalnız Naxçıvanda tikmişdi. Şəmsəddin Eldənizin göstərişi ilə tikilmə məsələsi də yanlışdır. Yeni də atdıq. Bərdə türbəsi və Naxçıvandakı Gülüstan türbəsinin tarixinə aid oxşar cəhət. Deməli, türbə məsələləri Hülakülərin hakimiyyət dövründə idi adətən, yəni bunu bundan da seçmək olar. 8-də variant C-dir. Naxçıvanın Qarabağlar kəndində Başdaq kompleksi və Gülüstan türbəsinin tarixinə aid oxşarlıq. Bu da eyni şəkildə türbə məsələsidir. Hülakülər dövründə, yəni 13-14-cü əsrə aiddir. Mahmudabad, Sudaniyə şəhərlərinə aid oxşarlıq 13-14-cü əsrdə bu şəhərlər Qazan xan tərəfindən inşa edilmişdir. Naxçıvanda Gülüstan və Sultaniyədə Oldayt Xudabəndə türbələrinin tarixinə aid oxşarlıq. Bunlar da Hülakülərin hakimiyyət dövründə inşa edilmişdir. Cavab A variantıdır. Ümumiyyətlə, türbə sözünü onu, düzdür, başqa dövrlərdə də türbələr görə bilərik. Amma türbələr əksəriyyəti Hülakülər hakimiyyət dövründədir. Şeyx Cüneyt məqbərəsinə və Bakı Şək darvazalarına aid oxşarlıq. Bu da Səfəvilərin hakimiyyət dövründə idi. Ona görə memar əcəmini atıram. Toxtamışın yürüşləri zamanı dağıdılmışdı. Toxtamış gəlində heç Şeyx Cüneyt məqbərəsi yox idi. Toxtamış 1385-ci ildə Azərbaycana gəlib. 16-cı əsrə aid olmaları, amma demək 16-cı əsrə aid olmaları Bakı Şək darvazaları, Şeyx Cüneyt məqbərəsi hər ikisi 16-cı əsrə aid deyil deyə atıram. Müdafiə xarakterli memarlıq abidələridir. Burada C-ni götürürəm də, yəni 16-cı əsr Səfəvilər dövründədir. Müdafiə xarakterli memarlıq abidələri məsələsi yanlışdır. Məqbərə nə vaxtdan müdafiə olsun ki, yəni belə bir şey ola bilməz. Şirvanşah 2-ci Xəlullahın əmri ilə yanlış dedik ki, Səfəvilər dövründədir. Ona görə 16-cı əsrə aiddir. Həsən bəy Rumlu və İskəndər bəy Münşiyə aid oxşarlıq. Bunlar Səfəvlərin tarixçiləridir. 16-cı əsrin görkəmli memarı ola bilməz. Tarixi əsər yazmaqlar, amma düzgün variantdır B variantı. Nəsrəddin Tusi ilə Fazil Fərdi Şirvaniyə aid oxşardır. Hər ikisi astronomiya inkişafında mühüm rola malikdir.
Üstündə latın dilində yazılan daş kitabələrin tapıldığı bölgə Qobustan. Qobustan da Bakı yaxınlığında deyə 15-də cavab olur 4. 4 də olur B variantı. Hülakü xanım məsləhətçi, Abıqır xanım vəzir, Nəsrəddin Tusi. Marağa rəsədxanasında müəllifi. Elxanilər dövlətində baş vəzir olmuş görkəmli Azərbaycan tarixçisi daha doğrusu Fəzlullah Rəşidəddin Y variantı Qazanxan vəziri idi. İntibat dövrü memarlıq abidələri sırasına aid İrəvanda Göy məscid 1764. Həşbehiş saray, yəni ümumiyyətlə intibah mədəniyyəti 11-12-ci əsrlərdə. Həşbehiş saray kompleksi 1483-dür. Təbrizdə Göy məscid 1465-dir. Şirvanşahlar sarayı, bu da aid deyil 15-ci əsrə aiddir. Qız qalası isə 12-ci əsrə aiddir. Y variantı düzgündür. Yusif bin Küseynin Möminə xatun abidələr Əcəmi Əbubəkir tərəfindən 12-ci əsrdə inşa edilib. Hətta Yusif bin Küseyr 1162-dir, Möminə xatun 1187-dir. Naxçıvandakı Cümə məscidi və Qoşa minarənin tarixinə aid oxşarlığı idi. Hər ikisi yenə Əcəmi Əbubəkir tərəfindən 12-ci əsrə aiddir. Atabəylərin hakimiyyət dövrü də inşa edilmələri. Atabəylərin hakimiyyət dövrü 1136-1225-ci ilə qədərdir. Ona görə də burada A variantı uyğun gəlir. İntibah mədəniyyəti Atabəylərin dövrünə düşür. Naxçıvanda Qoşa minarənin Yusif bin Küseyr türbəsinə aid oxşarlıq, bu da Atabəylərin hakimiyyət dövrünə aiddir. Erkən orta əsrlərə aid Alban memarlıq abidəsi Albaniya mövcud olduğu dövrdə olmalıdır. Sündü məscidi ola bilməz, 920-dədir. Gülstan türbəsi Hülakülərin dövründədir. Gülstan qalası intibah mədəniyyət dövründədir. O da 11-12-ci əsrə düşür. Bizə Alban mədəniyyəti lazımdır, yəni 8-ci əsrə qədər olan. Əlincə qalası 9-cu əsrdə deyə atıram. Amma Laçında Ağoğlan D variantıdır, düzgündür. Albaniyanın mədəniyyət dövrünə düşür. Erkən orta əsrlər dövrünə aid Alban memarlıq abidəsi Əncəsay xəyanətgahı daha sonradır. Gövurqala Albaniyanın dövrünə aiddir. Olcayt Xudabəndə Hülaküyə aiddir. Gülstan Hülaküyə aiddir. Ramonda deməli Bakıda Qız qalası. Bu Hülakülərin dövründə də Ramana qalası var idi. Yəni bu memarlıq abidələri 11-12-ci əsrlərdən sonraki dövrə düşür. Daha əvvəl inşa edilmiş memarlıq abidəsi Şeyx Cüneyt məqbərəsi 16-cı əsr, Xudafərin körpüsü deməli 1027-də, Şirvanşah saray kompleksi bu da 15-ci əsrdədir. Şəkixan sarayı 1763-dədir. Şuşa qalası 1752-dədir. Ona görə biz götürək burada Şəkixan sarayını B variantı. Daha əvvəl inşa edilmiş memarlıq abidəsi Şirvanşah sarayı 15-ci əsrdə idi. Şeyx Cüneyt məqbərəsi 16-cı əsr, Əlincə qalası əvvəl soruşur 9-cu əsr, Şəkixan sarayı 1763, Şuşa 1752. Burada düzgün variant Y variantıdır. 12-ci əsrdə inşa olmuş Gülstan qalasının yerləşdiyi ərazi. Gülstan qalası deyirəmsə, bu qala məsələn Şamaxıdaydı. Şamaxıda olur burada 1. 12-ci əsrdə Darümük Naxçıvandaydı. Naxçıvanda Darümükdə deməli, baxaq görə burada 2 göstərir. Aha. Sonra 13-14-cü əsrdə Gülstan türbəsinin yerləşdiyi ərazini müəyyən etməliyik. Gülstan dedik ki, qalası fərqli yerdədir, türbə başqa yerdə, türbə Naxçıvandadır, qala isə Şamaxıdadır, ona görə bir düzgün variantdır. 15-ci əsrdə inşa edilmiş Şirvanşah sarayının yerləşdiyi ərazi Bakıdadır. 17-ci əsrdə Şah Abbas tərəfindən inşa olunmuş Cümə məscidi Gəncədədir. Gəncə də burada olur 4. 17-ci əsrdə Hind atəşpərəstlərinin tikdirdiyi məbədin yerləşdiyi ərazi, bu da Bakıda, yəni Suraxanda Hind atəşpərəstlərinin məbədidir. 31-də də cavab olur B variantı. Qaraqoyunlu Cahanşahın hakimiyyət dövründə tikilmiş Göy məscid Təbrizdə idi. Təbrizdə olur burada 5-də, yəni D variantı. Ağqoyunlu Yaqub Paşanın hakimiyyət dövründə Həşbeş sarayı da Təbrizdə idi. Burada da olur 3. Təbrizdə Həşbeş 1483. Alban memarlıq abidəsi olan Gövurqala yerləşdiyi ərazini xəritədə deyil müəyyənləşdirin. Deməli, Gövurqala da olur burada. Xəritədə deməli seçirik biz bu hissələri. 4. Gövurqaladır. Cavanşir qalası. Cavanşir qalası da hardasa düşür İsmailli ərazisinə. Onu da götürürük bu hissədə. İsmaillidə Cavanşir. Azərbaycan Milli Mətbuatının əsas qoymuşdu Əkinçi qəzeti ilə 1875-ci ildə, düz 77-yə qədər. Milli Operanın əsas qoyulub Üzeyir Hacıyevin Leyli və Məcnunu ilə 1908-də. Gəncənin məşhur qala qapılarını düzəltdirmişdir. Şəhadilər dövründə 1063-cü ildə.
Bir dəqiqə, bir saniyə. 11-ci əsrin 60-cı illərin ikinci yarısı yox, birinci yarısı olmalıdır. Yad elli hücumlarından qorumaq məqsədilə daha düzgün olar. Salarilər ola bilməz dedik, şəddadlərdə xilafətin Azərbaycanda hakimiyyət dövrü artıq bitmişdi. Bunu dedik, ikinci yox, birinci yarısı olmalıydı. Fəzl bin Məhəmməd yox, Əbləsvar Şabrın dövrünə düşür. Traqqala ilə Gövurqala memarlıq abidələrinin oxşarcaq hər ikisi Albanların memarlıq abidələridir. Yəni C-ni götürürük. Cavanşirlə Çarapget memarlıq abidələri də Alban memarlıq abidəsidir. Elxani hökmdarı Hülakünin dövründə inşasına başlanılmışdı. Hülakü xanın dövründə 1259-da Marağa rəsədxanası. Elxani hökmdar Qazan xan dövründə inşa edilmişdi. Deməli, Mahmudabad şəhəri, bir də Sultaniyə şəhəri. Mahmuddur da, Qazan xanın özünün adı da. Səfəv şahı Təhmasibin dövründə inşa edilmişdi. Təhmasibin hakimiyyət illəri 1524-1576-cı ildə idi. Nardaran məscidi 1663-də, 17-ci əsrdədir. Kəlaxanda eyni şəkildə. Qusarın Həzrə kəndində Şeyx Zeyid məqbərəsi 1544-dədir. Sultaniyədə Olcaytı Xudabəndə türbəsi bu Hülakülərdir. Təbrizdə Göy məsciddə Qaraqoyunlardır. Müvafiq olaraq Yusif bin Kiseyir türbəsi. Hardadır deyir? Naxçıvanda. Yəni 2. Kəlaxanın məqbərələrinin yerləşdiyi ərazi Şamaxıdır. 4. Cavab oldu 2-4. E variantı. Müvafiq olaraq, yəni ardıcıllıq demək istəyir. Sündü məscidi olur Şamaxıda, Gülüstan türbəsi olur Naxçıvanda. Görürsünüz, ardıcıllıq 4-2 götürməliyik. 2-4 yox. Ona görə cavab olur B variantı. Naxçıvanda Məmnunə xatun türbəsi, Bakıda Qız qalası. Hər ikisi 12-ci əsrdə inşa olunub. Sultaniyə və Mahmudabad şəhərlərinə aid oxşarlıq Hülakülərin dövründə inşa olunmaları, yəni Qazan xanın dövründə. Azərbaycanın intibah mədəniyyət dövrünə aid olan memarlıq abidələri, Bakının şərq darvazaları ola bilməz. Bunlar Qız qalası intibah mədəniyyət dövründə 11-12-ci əsrdə, Qız qalası 12-dir. İntibah mədəniyyəti 11-12-ci əsrlərdir. Bakının şərq darvazaları 16-cı əsrdə, ona görə atıram. Şeyx Zeyid məqbərəsi 16-cı əsrdə. Naxçıvanda Qoşa minarə və Darülmülk, bu amma intibah mədəniyyəti. Təbrizdə Göy məscidi 15-ci əsr, Şeyx Zeyid məqbərəsi də 16-cı əsr. Azərbaycanın intibah mədəniyyət dövrünə aid olan memarlıq. Bunlar 15-ci əsrdə atıram. Traqqala Albaniya dövrünə aiddir, atıram. Qız qalasında Şirvanşahlar sarayı, Şirvanşah 15-ci əsrə aiddir, atıram. Gülüstan və Buğurt qalaları, bunlar deməli müdafiə tikililərdir və intibah mədəniyyət dövrünə aiddir. Bərdə türbəsi, Bakının şərq darvazaları. Bakının şərq darvazaları 16-cı əsrdədir. Bərdə türbəsi də Hülakülərin dövründə. Ağsu çayı sahilində Buğurt qalası, Şamaxı yaxınında Gülüstan qalasına aid oxşarlıq. Bu da intibah mədəniyyət dövründə inşa edilmişdi. Şirvanşahların hakimiyyət dövründə inşa olunmağı elə ən uyğun cavabdır. Şirvanşahlar dövləti bilirik ki, həmin vaxtlarda da mövcud idi. 50-də cavab olur A variantı. Verilənlərin hamısına aiddir. Kazan Universitetində çalışıb əsər Demidov mükafatını. Burada bir dənə bundan tapmaq olar. Türk-Tatar dilinin qrammatikası əsərini yazıb Mirzə Kazım bəy A variantı. Peterburqda böyük şöhrət qazanıb. Rusiya Arxeologiya Cəmiyyətinin Şərq Numizmatika şöbəsinin rəhbərliyi edib. Böyük Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Bu da olur Topçubaşov. Azərbaycan mədəniyyətinin 1940-cı illər tarixi Koroğlu operasının tamaşaya qoyulması. Koroğlu operası bilirik ki, 1937-ci ilə aid idi. Deməli, bunu atdım. İlk Rus Azərbaycan məktəbinin açılması. Bunu da atırıq 19-cu əsrdə. İç Qazan məktəbinin 19-cu əsrdə 1830. İlk Azərbaycan qiraətxanası 1894-dür, amma Arşın Malla 1945-dir. 1873 Şimali Azərbaycan, 1909 Cənubi Azərbaycan teatrın yaranmasıdır. Şimali Azərbaycanda 1873-də teatr yaranıb, 83-də bina, Cənubi Azərbaycanda 1909-da teatr yaranıb, 1916-da da binası. Ona görə biz ilk teatrın təşkil edilməsini seçməliyik, D variantı. 1883-1916 görürük burada da teatr binasının tikilməsi, D variantı düzdür. 19-cu əsrə aid deyil. Mirzə Adıgözəl bəyin Qarabağnamə əsərini yazması bu aid deyil. Buna atdım. Əkinçi qəzetinin nəşrinə başlaması. Bunu da atırıq. Biz, yəni 19-a aid olmayan seçməkdə bunlar aid deyə atırıq. Müslüm Maqamıyevin Şah İsmail operası 1916-dır. Bunu götürürük. 20-ci əsrə düşür. Tağıyev teatr binası 83-də idi. 1883-də. Şimali Azərbaycanda Milli Teatrın əsasını qoyması 1873-də. 19-cu əsrin 60-90-cı illər Şimali Azərbaycanda maarif sahəsində həyata keçirilmiş tədbirlər. Mahmud bəy və Sultan Məzid Qənizadə tərəfindən 2 Rus Azərbaycan məktəbinin əsasının qoyulması aid 80-ci illərə, Rus dilli orta təhsil verən ilk gimnaziya 65-də, ilk qız gimnaziyası 74-də, Tağıyevin Bakıda qızlar məktəb açması 1901-də, Bakıda ilk Azərbaycan qiraətxanası 1894-də. Sovet Azərbaycan 1960-cı illərin ikinci yarısı, məcburi indi təhsilə keçmək 1966.
AXC-nin 2-ci hökumət kabinetinin həyata keçirdiyi mədəni quruculuq tədbirləri. 2-ci hökumət kabineti nə vaxtdır? Deyək ki, 1918-ci ilin iyunundan gəlsin dekabrın 7-sinə qədər, iyunun 19-dan dekabrın 7-sinə qədər yeni pul vahidinin dövriyə buraxılması, yəni Bakı bonunun dövriyə buraxılması bu iqtisadi tədbirdir. Bizə lazımdır mədəni quruculuq. İlk filmin çəkilməsi yox. Bakı şəhərində universitetin açılması 1919-da düşür. Müəssisələr məclisə heç fəaliyyətə başlamayıb ümumiyyətlə, amma məktəblərin milliləşdirilməsi 1918-in avqustun 28-nə aiddir. 19-cu əsr 70-ci illərində Şimali Azərbaycanda baş vermiş mədəni yenilik, mədəni cəhətdən deyir. Nobel qardaşları 1879-da, amma mədəni deyil. Anlatdım. İltizam sistemi 1872-də, amma mədəni deyil. Qəza məktəblərinin fəaliyyətə başlaması 1830-dadır. İlk qadın gimnaziyası 1874-dədir, mədənidir. Kəşkül qəzetinin çap edilməyə başlaması da 80-ci illərdədir. Yeni datdım. Uyğunluq gözlənilmişdir. Deməli, ilk Azərbaycan filmi Uzaq sahillərdə yanlışdır. Ümumiyyətlə, Neft və Milyonlar səltənətindədir ilk Azərbaycan filmi. İlk səsli film isə Mavi dəniz sahillərindədir. Deməli, 19-cu əsrin görkəmli memarları Hüseyn Ərəblinski. Deməli, bu da yanlışdır. Memar deyil Hüseyn Ərəblinski. Şah İsmail operasını yazmayıb. Müslüm Ağaməyev yazıb, Üzeyir Hacıbəyev yox. Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti seçilmişdi. Mirəsədulla Mirqasımov düzdür. İlk peşəkar rəssamlardan biri olub. Fürdunbəy Köçərli rəssam deyildi. Atıram bunda. Uyğunluq göstərmiş. Şərq Rus qəzetinin naşiri Hüseyn Ərəblinski. Məmmədağa Şahtaxtinski olmalıdır. Atıram. İlk Azərbaycan teatrını yaradıb. Üzeyir Hacıbəyev yanlışdır. Deməli, ilk Azərbaycanlı qadın aktrisası olmuşdur. Gövhər Qaziyeva düzgündür. Leyli Məcnun yazıb Üzeyir Hacıbəyli. Koroğlunu da yazıb Üzeyir Hacıbəyli. Birinci Dünya müharibəsi illərində Şimali Azərbaycanda baş vermiş yenilik. Birinci Dünya müharibəsi 1914-18, Leyli Məcnun operası 1908, Difai partiyası 1906 heç mədəni deyil. Təbrizdə teatr binası 1916-dadır, amma bizdən Şimali Azərbaycan soruşur, cənub yox. Neft və Milyonlar səltənəti 1916-dır. İlk rus dili orta təhsil müəssisəsi 1865. AXC-nin həyata keçirdiyi mədəni quruculuq tədbiri. AXC bilirik ki, 1918-20-ci illərdədir. Qazaxda Qoruməmdə ssenariyası isə 1918-dədir. Ona görə biz burada A variantını götürə bilərik. Neft və Milyonlar 1916, Azərbaycan Öyrənci Cəmiyyət 1923, Ərzaq məhsullarının ölkədən çıxarılmasını qadağan edilməsi iqtisadi tədbirdə AXC-yə aiddir. Latin əlifbasına keçilməsi, AXC-nin dövründə Latin əlifbasına keçilməyib, yeni də atdım. 1929-a keçib. AXC-nin həyata keçdiyi mədəni quruculuq tədbiri, yəni 1918-20 aid olsun. Azərbaycan Öyrənci Cəmiyyət 1923. Orta tədris müəssisələrində tədrisin dövlət dilində aparılması, bu düzgündür, B variantı təbii ki də dövlət dilində aparılmalıydı. Başqa Komissarlar Sovetinin milliləşdirmə, bu iqtisadi tədbirdir. Qızlar üçün ilk məktəb 1901-dir. Milli pul nişanlarının dövrəyə buraxılması da iqtisadi tədbirdir. Sovet Azərbaycanında 20-ci əsrin 20-30-cu illərində mədəni quruculuq sahəsində həyata keçirilən tədbirlər aiddir. 20-ci əsrin 20-30-cu illərində. Yəni 1920 icbari 8 illik təhsilə keçirilməsi 59-da idi. İlk Milli Teatr 1873. Azərbaycan Pedaqoji İnstitutunun təşkil edilməsi, bu düzgündür. Universitet. İlk Azərbaycan filmi 1916-da, Bakı Dövlət 1919. Sovet Azərbaycanın 20-ci əsrin 20-30-cu illər mədəniyyət tarixinə aiddir. Azərbaycan Tibb İnstitutunun təşkil edilməsi, burada da yenə 20-30-cu illərdə bir sıra universitetlər var idi. Bunlardan biri Azərbaycan Pedaqoji İnstitutu, digəri Azərbaycan Tibb İnstitutu idi. İlk Azərbaycan filmi 1916, Şah İsmail operası 1916, Məcbur oyundik 1966. Ərəb və Latin əlifbasına keçilməsi Latında 1929 idi, amma ərəb ondan öncə idi, ola bilməz. Yeni də atdıq. Şirvanşahlar dövlətinə aid memarlıq abidələrini müəyyənləşdirdik. Gülüstan türbəsi Hülakülərin dövrünə aiddir. Qız Qalasama Şirvanşahların dövrünədir, çünki Bakıdadır. Yəni Şirvanşahların xəritəsini göz önümüzə gətirək və Gülüstan türbəsi Naxçıvandadır deyə ola bilməz. Şirvanşahlar bildik ki, Azərbaycan şimal şərqini əhatə etməlidir. Kəlaxana məqbərəsi 1663-dür deyə atıram, heç onda Şirvanşahlar qalmayıb artıq. Əlişah məscidi Hülakülərin dövründə Təbrizdədir, həmçinin Şirvanşahlar isə şimaldadır. Buğurt qalası da Şirvanşahlara aiddir. Cavab olur 2 ilə 5. Hər ikisi 12-ci əsrin müdafiə tikilisidir. Hülakülər dövlətinə aid memarlıq abidələri. Gülüstan qalası, bu Hülakülərə aid deyil, Şirvanşahlara aiddir. Çünki Gülüstan qalası Şamaxdadır. Şirvanşah dövrünə düşür. Sündü məscidi 920-dədir. Hülakülər isə 1314-də yaşayıb. Buğurt qalası Şirvanşahlara aiddir. Deməli, Əlişah məscidi ilə Bərdə türbəsi. Türbələr demişdik Hülakülərə aiddir. Əlişah məscidi, Ərç qalası, bu da Hülakülərə aiddir. Cavab olur 3 ilə 5. Təbrizdə inşa olmuş memarlıq abidələri. Olcaytı Xudabəndə türbəsi, Əlişah məscidi Təbrizdədir. Şeyx Cüneyt məqbərəsi Ərdəbildədir.
Şamqazan rəsədxanası da Təbrizdədir. 15-ci əsrə aid Göy məscid də Təbrizdədir. Cavab olur 2, 4 və 5. C variantı düzdür. Şamaxıda inşa edilmiş memarlıq abidələrini müəyyənləşdirək. Şirvanşahlar Sarayı Bakıdadır. 1 atıram. 8-ci əsrə aid Cümə məscidi. Bunu götürürəm. Gülüstan qalası Şamaxıdadır. Bunu da götürdük. Şamqazan Təbrizdədir. Çəllixana Şamaxıdadır. 2, 3, 5 düzgün cavabdır. Y variantı. Uyğunluq gözlənir. Azərbaycan memarlıq abidələri İrəvan və Naxçıvan. Gülüstan türbəsi İrəvanda deyildi. Türbə məsələləri Naxçıvandadır. Göy məscid İrəvanda var amma 1764-də. Ərşən məscidi Təbrizdədir. Qarabağlar türbəsi. Deməli, burada Qarabağlar türbəsinə Naxçıvanı götürürük. Bayat qalası burada deyildi. Atıram. Darülmülk Naxçıvandadır. Cavab olur 1B, 2C, D variantı. Bayat qalası da Qarabağ ərazisində də bilik 1748-də. Uyğunluğu müəyyənləşdirək. Azərbaycan memarlıq abidələri Təbrizdən Qarabağ. Ocaq Xudabəndə türbəsi, deməli, daha sonra Şeyx Cüneyt türbəsi, bunlar da Ərdəbildədir. Təbrizdə Göy məscid, amma Təbrizdə yenə adından bilinir. Qarabağda isə Şahbulaq qalasıdır, Bayat qalasıdır. Bu ikisini götürürəm. Cavab olur 1C, 2A, B. Yəni B variantı 73-də düzgün cavab hesab olunur. 20-ci əsrin əvvəl Şimali və Cənubi Azərbaycan mədəni tarixinə aid ümumi cəhət ilk teatr tamaşalarının səhnəyə qoyulmağı bizdə 19-cu əsr idi. Amma Cənubi Azərbaycanda 20-ci əsrdə. Satirik mətbuatın fəaliyyət göstərməsi Molla Nəsrəddin jurnalı fəaliyyət göstərmişdi. 74-də B variantı düzgündür. Qəza məktəblərinin yaradılması. Bunu da atdıqda qəza məktəbləri 1830-da idi. 20-ci əsrin əvvəl Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Qızların ilk dəfə orta təhsil cəlb olması yanlışdır. Bizdə misal üçün 1874 idi. İlk teatr bizdə 1873 idi. Pullu şəhər məktəblərinin yaradılmağa başlaması, bu da yanlışdır. Pullu şəhər məktəbləri 1872-də də var idi. İlk Azərbaycan qiraətxanası 1894-də var idi. Azərbaycan türkcəsində qəzet jurnallar amma çap olunur. Yəni X məsələsi yoxdur burada. Y variantı düzdür. 20-ci əsrin birinci yarısı Cənubi Azərbaycan mədəniyyəti üçün xarakterik deyil. Deməli, ilk üsuli cədid tipli məktəbin açılması. Deməli, 1869 idi bizdə. Cənubi Azərbaycan mədəniyyəti üçün xarakterik olmayan deyir. Ona görə deməli elə A variantı düzgündür. Bu bizə aiddir. Üsul cəhət məktəbləri. Cənubi Azərbaycanda da 19-cu əsrin sonudur. Bunlar 20-ci əsrin birinci yarısında ilk deyir. Ona görə A variantı yanlışdır. 19-cu əsrin birinci və ikinci yarısı Şimali Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Deməli, baxırıq Avropa tipli dünyəvi məktəblərin fəaliyyət göstərməsi 77-də A-dır. Bunlar qəza məktəbləri hesab olunur. 19-cu əsrin birinci-ikinci yarısı Şimali Azərbaycan mədəni tarixinə aid ümumi cəhət İrəvan müəllimlər seminariyasının fəaliyyət göstərməsi, pullu şəhər məktəblərində təhsilin rus dilində aparılması, birinci yarısında heç yox idi bunlar. Üsul cəhət məktəbləri də birinci yarısında yox idi, amma qəza məktəbləri birinci yarısında da var idi, ikinci yarısında da 1830-da Hacı Bilik məktəb. Orta təhsil verən gimnaziya da ikinci yarıya aiddir, 1865-ə. Mir Mövsüm Nəvvab tərəfindən üsul cədid məktəbinin əsasının qoyulduğu ərazini xəritədə müəyyənləşdiririk. Deməli, Mir Mövsüm Nəvvab tərəfindən üsul cədid məktəbi. Burada baxırıq xəritədə. Düzgün cavab olsun. Şimali Azərbaycanda 4. Yəni A variantı. On 17-ci əsrdə Azərbaycanda kitabxanaların inkişaf etdirilməsi üçün 17-ci əsrdə Şah II Abbas Avropadan kitabların üzünü köçürmək üçün xəttatlar dəvət etmişdir. Belə bir şey yoxdur. Şah İsmail görkəmli rəssam. Şah İsmail isə 17-ci əsrə aid deyil. Şah Süleyman kitab çapı üçün Avropadan mətbəə avadanlığı gətirilməsinə təşəbbüs göstərmişdir. Bu da yanlışdır. Şah II Abbas təşəbbüs göstərmişdir. D variantı düzdür. Yaqub Padşah da 15-ci əsrə aiddir. Ellervin diaqramına əsasən uyğunluq. Nəsrəddin Tusi, Fəzlullah Rəşdət. Hər ikisi astronomdur. Hər ikisi də dövlətin idarə edilməsində mühüm rol oynayıb. Çünki ikisi də vəzir olmuşdu. Ona görə baxırıq burada. Dövlətin idarə edilməsi məsələsi 3-ə A-nı qoyuruq. 3-ə A-nı qoyandan sonra da düzgün cavab əslində çıxır. Deməli, Nəsrəddin Tusiyə aiddir. Abaqa xan vəziri, Hülakü xanın məsləhətçisi. Həmçinin rəhbərliyi ilə Maraq Rəsədxanası tikilib 1259-cu ildən 71-ə qədər.
Fəzlullah Rəşidəddin isə Təbrizdə ali mədrəsənin yaradılması bunun dövrünə düşür. Rəbi Rəşidi mədrəsəsi. Cavab olur burada D variantı. 82-ci suala baxırıq. Elevin diaqramına əsasən uyğun bəndləri müəyyənləşdir. Həsən bəy Rumlunun İskəndər Münşi hər ikisi səbəb tarixinə aid əsər yazmış. Tarixçidirlər. İskəndər bəy Münşi Şah Abbasın tarixçisidir. Deməli, Həsən bəy Rumluda Şah Təhmasibin. Ona görə 1-ə B-ni götürürəm. Səbəbi sarayında dəftərxana katibi vəzifəsində işləyən Münşi. Ona görə adı da Münşidir. Yəni, o dəftərxana katibi Münşi demək idi. Daha sonra Şah Abbasın hərbi işlərində iştirak etmək məsələsi yanlışdır. Bunu atıram. Əhməd Tavarix əsərini yazan da İskəndər bəy Münşidir. Ona görə tarixlərin ən yaxşı əsərini yazmışdı. Ona görə burada uyğun cavab olur 1B, 2A, 3D. Sovet Azərbaycanında həyata keçirilən mədəni quruculuq işlərinə aid deyil. Kiril əlifbasına keçirilməsi aiddir. Elmlər Akademiyasının filialı aiddir. Müsəlman Şərqinin öyrənci cəmiyyət Axircinin dövründədir. Azərbaycanın öyrənci cəmiyyət desəydi Sovet Azərbaycanına aid olardı. Pedaqoji İnstitutda Sovet Azərbaycandadır. Savadsızlıq Mübarizə Komitəsində 1923-də Sovet Azərbaycanına aiddir. Sovet hökumətinin Azərbaycanda həyata keçdiyi mədəni quruculuq işlərinə aid deyil. Təhsilin ana dilində aparılması, deməli təhsilin ana dilində aparılması Azərbaycanda həyata keçdiyi mədəni quruculuq işlərinə aid deyil. Deyir. Bunu atdım. Latın qrafik əlifbaya keçiddə atdıq. İlk radio stansiya 26-da idi. Azərbaycan öyrənci cəmiyyəti 23-də idi. Azərbaycan Dövlət Teatrının ilk dəfə fəaliyyətə başlamağı hətta Nadir Şahda səhnəyə qoyulub AXC-nin dövrünə aiddir. Y variantını götürürük. Verilən mədəni proseslərin hər ikisinin hansı şəhərdə keçdiyini müəyyən edək. Dünya Azərbaycanlıların 5-ci qurultay və Xarbi Bülbül festivalı. Bunlar aiddir Şuşa şəhərinə. Şuşa şəhərdə xəritədə olur. Burada 5, yəni A variantıdır 85-də. Azərbaycan Respublikasının həyata keçdiyi mədəni quruculuq tədbirlərinə aid deyil. Deməli, Kitab Dədəqorud Dastanının 1100 illiyinin qeyd olunması aiddir 2000-ci ildə. Bakıda İslam həmrəyliyi oyunlarının keçirilməsi 2017. Bakı Telestudiyasının fəaliyyətə başlaması 1956-da, fevralın 14-dür. TQDK 1992 Beynəlxalq Muğam Mərkəzdə 21-ci əsrdədir. Azərbaycan Respublikasının həyata keçdiyi mədəni quruculuq tədbirlərinə aid deyil. Cənubi Qafqazın ən böyük məscidi Heydər Əliyev məscidi 2014 aiddir. Bakıya ilk Avropa oyunlarının keçirilməsi 2015, Dövlət bayrağı 2010, Şuşada ilk dəfə Vaqifin məqbərəsinin açılması, amma 80-ci illər Azərbaycan SSR-yə aiddir. Təhsil haqqında qanunun verilməsi də 2009-dadır. Cavab olur D variantı. AXC-nin həyata keçdiyi mədəni quruculuq tədbiri. Neft ixracı ilə əlaqədar xarici şirkətlərlə ticarət müqaviləsi bu mədəni deyil, iqtisadidir. Latın qrafik əlifbaya keçilməsi, belə bir qanun yox idi. Azərbaycan öyrənci cəmiyyət bu 1923 Sovetə düşür. Xalq evlərinin təşkil edilməsi, bu aiddir xalq evləri, əhali üçün gördükləri sosial tədbirlərdir. Sosial yox, daha doğrusu mədəni tədbirlərdir. Gürcüstan hərbi müdafiə müqaviləsi də, yəni xarici əlaqədir. Mədəni quruculuq ola bilməz. 19-cu əsr 70-ci illərində Sovet Azərbaycanında baş vermiş mədəni dəyişiklik 1870-ci illərdə. Mexaniki qazma üsulu ilə neft quyusu 1848. İlk teatr binasının tikilməsi bizdə onsuz da mədəni lazımdır. İlk teatr binası 1883. Qorum Əminə Seminariyasının fəaliyyətə başlaması 1876 və Azərbaycan şöbəsinin fəaliyyətə başlaması 1879-da. Bu Qorum Əminə Seminariyasının fəaliyyətə başlaması Tiflisdə idi, Şimali Azərbaycana aid deyil. Xalq məktəblərinin yaranması amma 1874-də Şimali Azərbaycana aiddir. Şəhər məktəblərinin yuxarı və ibtidai sinif məktəblərinə keçirilməsi bu da şəhər məktəblərinin özü 1872-də idi. Elm və mədəniyyət xadimlərini müəyyən edin. Deməli, baxaq görək nə idi bu. Türk Tatar dilinin qrammatikası yalnız Demidov mükafatına layiq görülüb. Mirzə Kazım bəy. Üzvü kimya sayəsində ilk Azərbaycanlı kimyəçi alim Strasburq Universitetində təhsil alıb ki, Mövsüm bəy Xanlarov. Elm və təhsilin inkişafına mühüm rol oynayıb. İlk Rus Tatar məktəbinin qurucularından olmuşdur. Həbib bəy Mahmud bəy və cavab burada oldu A variantı. 19-cu əsrin birinci yarısından fərqli olaraq ikinci yarısında Azərbaycan mədəniyyəti, Qazan məktəblərinin fəaliyyət göstərməsi birdə də var. Elm və təhsilin xarici müstəmləkə siyasətdə xidmət etməsi 19-cu əsrin birinci yarısında da var, ikinci yarısında da var. Azərbaycan dilində dərsliklərin mövcud olması, deməli və 6 illik təhsil verən pullu şəhər məktəblərinin fəaliyyət göstərməsi. Burada olsun düzgün cavab yalnız 4. Yəni bu Azərbaycan dili dərsliklərinin mövcud olmağı 3-də də var, birinci yarısında da var idi. Ona görə A-nı götürürük.
Şimali Azərbaycan məktəblərinin fəaliyyətə başlamasına ardıcıllıq Qəza məktəblərinin 1836 illik təhsil verən pul şəhərlər 1872 Qoru müəllimlər seminariyası, Azərbaycanda Qoru müəllimlər seminariyası. Bu 1879-da, amma 1872-yə ən yaxın olan seçməliyik. Böyük ehtimal xalq məktəbləri olmalıdır. Baxaq. Üsuli Cədid məktəbləri, deməli, 1869 idi. Gimnaziya tipli ilk rus dilli orta təhsil müəssisəsinin açılması 1865-ci ildə idi. Deməli, Avropa tipli dünya məktəbləri 1830 elə Qəza məktəbləri deməkdir. Rus-Tatar məktəbinin açılması Y variantı ən uyğun cavab hesab olunur burada. Orada bir saniyə baxaq 92-yə. Qoru müəllimlər seminariyası Tiflisdədir. Şimali Azərbaycanda olmadığına görə birbaşa atırıq. Azərbaycan şöbəsi desəydi elə düzgün cavab A variantı olardı. Üsul cəhət məktəbləri üçün xarakterikdir. Avropa tipli ilk dünyəvi məktəbdir. Bu Qəza məktəblərinə aiddir. İlk dəfə olaraq elmi biliklər ana dilində tədris edildi. Bunu götürə bilərəm. Azərbaycanda həm şimal, həm də cənubda fəaliyyət göstərib, düzdür. Təbrizdə də Mirzə Həsən Rüşidiyyat basmışdı. Misal üçün, Qarabağda Mir Mövsüm Nəvə basmışdı. Şüurlu mənimsəməyə əsaslanan yalnız rus dilində yox, Azərbaycanca olmalıdır. 2-3 B variantı. Azərbaycanın şimalında yerləşən dövlətlər 12-ci əsrdə ölkənin müdafiə qabiliyyətini gücləndirmək istiqamətində bir sıra addımlar atdılar. Məsələn, Şirvanşahlar. Bir sıra bölgələrdə möhkəmləndirmə tədbirləri həyata keçirdilər. Məsələn, Qız qalası, Buğurt qalasını tikdilər. Mətndə verilən dövrdə istiqamətdə həyata keçirilən tədbirlər Gülüstan qalasının inşa olunması. 1. Möminə Xatun türbəsi Naxçıvandaydı. Bizdə Azərbaycanın şimalında yerləşən dövlət, yəni Şirvanşahlardan söhbət gedir. Buğurt qalasını da Şirvanşahlar tikib 3-də götürürəm. Əncəsə xəncahı buna aid deyil. Cavab olur 1-dən 3. Həmin əraziyə düşmür də 4. Ona görə Y variantı. Binanın baş parçaları dünyada analoq olmayan ən xırda həndəs fiqurlara bölünmüş ağac parçalarının arasına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə. Şəbəkə deyilsə birbaşa aklımıza gəlir Şərkikan sarayı 1763. Pəncərə və qapılardan ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmişdir. Haqqında bəhs edilən mədəniyyət nümunəsi xarakterikdir. Hacı Çələbinin nəvəsi tərəfindən, yəni Hüseyn xan tərəfindən inşa edilmişdir. Biri götürə bilərəm. Yalnız müdafiə məqsədinə xidmət edir, təbii ki də yox. 17-ci əsrin 60-cı illərində inşa olunub, 17 yox, 18-ci əsrin 60-cı illəri Usta Mirzə Cəfər tərəfindən inşa olunub. Deməli, Usta Mirzə Cəfər tərəfindən Şərkikan sarayı Usta Abbasqulu tərəfindən inşa olunmuşdur. Bunda atıram, cavab olur yalnız 1, yəni B variantı 95-də. 13-14-cü əsrdə inşa olunmuşdur. Darülmülk Naxçıvanda 12-ci əsrə aiddir. Naxçıvanda Gülüstan türbəsi amma götürə bilərəm. Xudafərin körpüsü 1027-də atıram. Ramana qalası Hülakülərin dövrünə aiddir. Qarabağlarda Hülakülərin dövrünə aiddir. Cavab olur 2-3-5. 13-14-cü əsrdə inşa olmuşdur. Bayıl qalası bu 12-ci əsrdədir. Deməli, daha doğrusu 12 yox, 13-14-cü əsrdədir. Biri götürürəm. Şamaxda Gülüstan qalası amma 12-ci əsrdədir. Bakıda Qız qalası 12-ci əsrdədir. Nardaran Ramana 13-14-dür. Cavab olur 1-dən 4-5. 13-14-cü əsrdə inşa olmuşdur. Yusif Mikseyr 12-ci əsr, Ozayt Xudaybəndə 13-14, Bərdə türbəsi 13-14, Möminə Xatun 12-ci əsr, cavab olur 2-3. Şamaxda 8-12-ci əsrə aid memarlıq məscidi, Cümə məscidi Şamaxda. Qız qalası Bakıdaydı. Xudafərin körpüsü, deməli Cəbrayıl tərəfdədir. Bunda atıram. Darülmülk Naxçıvandadır. Bizdə Şamax lazımdır. Gülüstan qalası amma Şamaxdadır. Cavab olur 1-dən 5. Gülüstan qalası da 12-ci əsrə aiddir. 13-14-cü əsrdə Abşeronda, yəni Bakı yaxınlığında inşa olmuşdur Ramana qalası. Əç qalası Təbrizdədir. Nardaran qalası Bakı tərəfdədir. Darəvi Mərdəkan qalası da, amma Gülüstan qalası 12-ci əsrə aiddir. Cavab olur 1, 2 və 5. 100-cü sualda. 15-ci əsrdə inşa olunmuşdur. Şamaxda Gülüstan qalası 12-ci əsr, Şirvanşah saray kompleksi 15-ci əsr, Təbrizdə H5 1483, Şərkikan sarayı isə 1763. Azərbaycanda 17-ci əsrdə inşa olunmuş memarlıq abidələri. Deməli, 17-ci əsrdə Şeyx Hüseyn məqbərəsi 1544, Nardaranda tikilmiş məscid 1663, Təbrizdə Göy məscid 1465, Gəncdə Şah Abbas məscidi 1606-7, Bakının Şərq darvazaları isə 16-cı əsrə aiddir. Cavab olur 2-4. Azərbaycanın 17-ci əsr abidələri İrəvanda Sərdar sarayı 18-ci əsrdədir. İrəvanda Göy məscidi 18-ci əsrdədir 1764-də. Şeyx Cüneyt məqbərəsi 16-cı əsrdədir 1544-də. Suraxanda Atəşpərəs 17-ci əsrdədir. Gəncdə Şah Abbas da 1606-7-dədir. Bu da 17-ci əsrdədir 4-5. 19-cu əsrin 2-ci əsrdə Şimali Azərbaycan mədəniyyəti səciyyəvi xüsusiyyətləri müəyyənləşdirək. Deməli, Milli Mətbuatın yaranması, Əkinçi qəzeti 1875, Bakıda müəllimlər seminariyasının açılması. Bu hələ burada deyildi. Nərmanov tərəfindən İç qrafiqində 1894 idi. Şuşada İç Qəza məktəbi
19-cu əsrin birinci yarısı 1830. Milli operanın yaranması 1908. Leyli Məcnun 104-də cavab olur 1-dən 3. 13-16-cı əsrlərdə inşa olunmayan memarlıq abidələri. Təbrizdə Göyməsi 15-ci əsrə aiddir. Naxçıvanda Gülüstan türbəsi 13-14-dür. Şamaxıda Gülüstan qalası 12-dir, 3-ü götürürəm. Gəncdə Şah Abbas məscidi 17-dir, 4-ü götürürəm. Bakıda Şirvanşah saray kompleksi. Bu da 15-ci əsrə aid idi. Bunu da götürdük. Ona görə cavab oldu 105-də 3-dən 4. Xəritədə ərazisi qeyd olunmuş rayona aid olanları müəyyənləşdirək. Deməli, deyir ki, xəritədə aid olan rayon hansı ərazidir? Xocalı ərazisidir bu. Ərazisində daş dövrünə aid insana məxsus Atçanı suyunun Xocavənddədir. Biri atıram. 17 oktyabr 2020-ci ildə azad olunan Füzulidir. Ərazisində ilk Tunc dövrünə aid deməli, ibadət mehrabı olan yaşayış məskəni yerləşir. Bunu da atıram. Ərazisində Asur dövlətinin geniş ticarət əlaqələrinin saxlandığını sübut edən mumcuq tapılmışdır Xocalıda. 1992 fevralda erməni qoşunları tərəfindən 26 fevral soyqırım törədilib Xocalıdan söhbət gedir. Xəritədə ərazisi ştrixlənmiş rayona aid olanlar deməli, Laçın bölgəsində 10 noyabr bəyanatına əsasən 2020 dekabrında düşməndən azad olunub bir düzdür. Ərazisində ilk kənar təhsillər dövrünə aid Amras monastırı Xocavənddədir. Ərazisində ilk kənar təhsillərə aid Gövrüqala deməli, abidəsi yerləşmişdir. Bu da Xocavənddə deyil, Ağdamdadır. Bunu da atıram. Ərazisində ilk kənar təhsillər dövrünə aid Laçında Ağoğlan məbədi düzdür. Ərazisində Çıraqqala Şabrandadır. Bu da cavab olur 1-dən 4. 107-də. İkinci Qarabağ müharibəsi nəticəsində azad olmuş ərazilərdə həyata keçirilən mədəni quruculuq tədbirlərinə aiddir. Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsi ola bilər. Məqbərə bildik ki, Şuşadaydı. Bu da 80-ci illərdə tikilmişdi. Xankəndə Pedaqoji İnstitutun açılması. Deməli, belə bir şey yoxdur. Bunu atıram. Zəfər yolunun çəkilməsi. Azad olmuş ərazilərdə həyata keçirilən tədbirlər. Bu da mədəniyə aid deyil. Xarı Bülbül festivalı amma mədəniyə aiddir. Cavab 1-dən 4. Uyğunu müəyyənləşdirək. Milli operanın banisi Üzeyir Hacıbəyli. Biri götürdüm. Yəni, belə uyğunlaşdırmalıyıq ki, belə gəlsin, buradan düşsün aşağı. Bunları birləşdirən nöqtə hansı rəqəmi göstərirsə o düzdür. İş qadın aktrisi Gövhər Hacıyeva. Qazıyeva daha doğrusu. 4-ü götürdüm. Baxırıq belə. Birinci peşəkar rəssam. Yəni, bu da birinci peşəkar rəssam deyirsə, o da təbii ki də aiddir Bəhruz Kəngərliyə. Cavab oldu burada 1, 4 və 5. 20-ci əsrin əvvəlində Şimali Azərbaycan mədəni həyatında baş vermiş yeniliklər. Milli mətbuatın yaranması 19-cu əsrdir, 1875. Molla Nəsrəddin jurnalının nəşr olması 1906-dır. Amma Şimali Azərbaycan mədəni həyatında baş vermiş dəyişiklik deyir. Molla Nəsrəddin jurnalı həm Tiflisdə, həm Təbrizdə, həm də Bakıda fəaliyyət göstərmişdir. Və 1931-ə qədər fəaliyyət göstərmişsə, onda o da 20-ci əsrin əvvəllərinə düşür. Rahatlıqla 20-ci illər deyiriksə, o da 20-ci əsrin 20-ci illəri 20-ci əsrin əvvəllərinə düşür. Ona görə 2-ni götürə bilərəm. Bakıda fəaliyyət göstərib. İlk teatr tamaşası 1873. Azərbaycan müəllimlərinin iş qurultayı 1906. Bunu da götürürəm. Neft və milyonlar səltənəti 1916. 2, 4, 5 düzgün cavabdır. 20-ci əsrin əvvəlində Şimali Azərbaycan mədəni həyatında baş vermiş yeniliklər. Bu da Leyli Məcnun tamaşası 1908, Milli Teatrın əsasının qoyulması 1873, İlk Rus Azərbaycan məktəbi 1887, Tağıyevin Qızlar məktəbi 1901, Neft və milyonlar 1916, cavab olur 1, 4, 5. Şamaxıda Kəlxanı məqbərə Nardanda tikilmiş məscid üçün oxşar xüsusiyyətlər 1663-də idi, yəni 17-ci əsrin ikinci yarısındaydı. Möminə Xatun türbəsi üslubunda inşa edilmələri bu yanlışdır. Şirvanşahlar dövləti yox idi, heç həmin vaxt atıram. Şah Abbasın hakimiyyət dövrünə düşür 1663. Şah Abbasın hakimiyyət illərdir. Olur 1642-66-cı illərdə, ona görə bunun dövrünə düşmüş olur. Memar Mirzə Cəfər tərəfindən inşa edilmək də yanlışdır. Bu 18-ci əsrdə idi. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan mədəniyyəti səciyyəvi xüsusiyyətləri müəyyənləşdirdi. İlk dərsliklərin yazılmağa başlaması bu birinci yarısında da var idi. Deməli, Milli teatrın yaranması 1873-dədir. Bakıda İlk Rus Azərbaycan məktəbi 1887-dədir. İkinci yarısından söhbət gedir deyə götürəm. Yelizavetpolda müəllimlər seminariyasının açılması. Bu yanlışdır. Əmanətlər məktəbi Tiflisdədir. Bizdə Şimali Azərbaycanı soruşur. Ona görə bunu da atıram. Cavab 2-3.
Memarlıq abidələri ilə bağlı uyğunluğu müəyyənləşdirək. Qız Qalası abidənin aid olduğu dövlət Eldənizlər dövləti 12-ci əsrdə və Məsud Davudoğlu biri götürürəm. Amma Qız Qalası yəni sırf Şirvanşahlar dövlətinə aiddir. Ona görə biri atıram. Yəni Eldənizlər dövləti mövzusudur, amma Şirvanşahlar dövlətinə aiddir. Xudafərin körpüsü 1027, Şəhzadələr dövləti Fəzl-i Məhəmməd yox, Əbüləsvar Şavur olmalı idi. Ona görə atıram. Möminə Xatun türbəsi Atabəylərdədir 100%, Naxçıvanda Memar Əcəmi. Çələxana məqbərəsi 1663-də Səfəvilərdə Sərkər Əbdüləzim tərəfindən 3-4 düzgündür. Xronoloji ardıcılığı müəyyənləşdirək. Qor Məmməd Sevinasının Azərbaycan şöbəsi 1879, Azərbaycan Milli Teatrı 1873, Tağıyevin Teatr binası 1883. Ardıcılıqla geçsək birinci 2, sonra 1, sonra da 3. Düzgün cavabdır. Xronoloji ardıcılıq Azərbaycan Milli Mətbuatı əkinçisi ilə 1875, Bakı Dövlət 1919, Milli Teatrın əsas qoyulması 1873-dədir. Birinci 3-ü götürürəm 1873. Sonra Milli Mətbuat 1875, Bakı Dövlət 1919, 3-1-2 düzgün cavabdır. Əkinçi qəzeti 1875, Kəşkül 1883, Ziya qəzeti də 1879, birinci ardıcılıq 1, sonra 3, sonra 2, 1-3-2 düzgün cavabdır. Xronoloji ardıcılığı müəyyənləşdirək. İlk Azərbaycan filminin yaradılması 1916, Təbrizdə ilk teatrın təşkil edilməsi 1909, ilk Azərbaycan operasının tamaşaya qoyulması 1908, ardıcılıq 3-2-1 şəklində olmalıdır. Xronoloji ardıcılıq Təbrizdə H5 1483, Maraq Rəsədxanası 1259-71, Gəncə məşhur qala qapıları 1063-də, Xudafərin körpüsü 1027, ardıcılıq 4, 3, 2, 1. Möminə Xatun türbəsi 12-ci əsr, yəni 1187, Şəki Xan Sarayı 1763, Şirvanşah Saray kompleksi 15-ci əsr, Gəncənin qala qapıları 1063-cü il, 4, birinci 1063-ü götürürük, sonra 1, 1187, sonra Şirvanşah Saray kompleksi dedik 15-ci əsrdə idi, sonra da Şəki Xan Sarayı 1763-də idi, 4, 1, 3, 2 düzgün cavabdır. Memarlıq abidələrinin inşa edilməsi xronoloji ardıcılığı Ozat Xudabəndə 1314, Şamaxıda Gülstan qalası 12-ci əsr, Xudafərin 1027, Təbrizdə H5 saray isə 1483, ardıcılıq birinci 3, sonra 2, sonra 13-14-cü əsrdə 1, sonra da 1483-də Təbrizdə H5 4. Memarlıq abidələrinin inşasının xronoloji ardıcılığı İrəvanda Sərdar Sarayının güzgü salonu 1791, Şəki Xan Sarayı 1763, İrəvanda Göy məscidi 1764, ardıcılıqla geçsək birinci 2, sonra 3, sonra da 1 düzgün cavabdır. Memarlıq abidələrinin inşasının xronoloji ardıcılığı Şeyx Hüseyn məqbərəsi Qusarın Həzrə kəndi 1544, İrəvanda Göy məscidi 1764, Təbrizdə Göy məscidi 1465, birinci ardıcılıqla 1465 götürərəm. Sonra Şeyx Hüseyn məqbərəsi 1544-ü götürərik. Sonra İrəvanda Göy məscidi 1764, 3, 1, 2 düzgün cavabdır. Xronoloji ardıcılıq Naxçıvanda 50-ci qlas 9-cu əsr, İsmaildə Cavanşir Albanyanın dövründə daha əvvəl. Naxçıvan Möminə Xatun 1187, Təbrizdə H5 1483. Ardıcılıqla geçsək birinci 2-ni götürürük. Albaniya dövləti bilirik ki, deməli 8-ci əsrə qədər mövzu olub. Ona görə birinci 2-ni götürürük. Naxçıvanda 50-ci qalası 9-cu əsrdədir. 1-i götürdüm. Daha sonra Möminə Xatun türbəsi 1187-dir. Təbrizdə H5 1483, 2, 1, 3, 4 düzgün cavabdır. Xronoloji ardıcılıq Maraq Rəsədxanasının bərpa etdirilmək Şah İsmayılın dövrü, yəni 1501-1524, Fəzl-i Məhəmməd Araz çayı üzərində Xudafərin körpüsünün saldırması 1027, Qazanxan Mahmudabədi saldırıb 13-14-cü əsrlərdə, birinci ardıcılıqla 2, yəni 1027, sonra 13-14-cü əsrlər, sonra Maraq Rəsədxanasının bərpası 16-cı əsrdə 2-3-1 düzgün cavabdır. Xronoloji ardıcılıq Nəsrəddin Tusi rəhbərliyi ilə Maraq Rəsədxanasının tikilməsi 1259-71, Əcəmi Əbubəkiroğlunun Darülmülkü inşa etməsi 12-ci əsrdə, Cahanşahın Təbrizdə məscid inşa etdirməsi, yəni 1465 Göy məscid, Şamaxıda Sündüz kəndində məscid 920, birinci götürüləm 4-ü, 920-ci ildə. Sonra Darülmülk 2, yəni 12-ci əsrdə, sonra Nəsrəddin Tusi rəsədxana tikdirdi 13-cü əsrdə, sonra da Cahanşah Təbrizdə 1465-də Göy məscidi inşa elətdirdi. 4, 2, 1, 3 düzgün variantdır. Şəki Xan Sarayı 1763, Cavanşir qalası Albaniyanın dövrünə aiddir daha öncə, yəni 8-ci əsrə qədər. 2-ni birinci götürürük. Xudafərin körpüsü 1027-dir, 3-ü götürürəm sonra. H5 Sarayı 1483-də 4-ü götürürəm sonra. Şəki Xan Sarayı da dedik 1763-də. Mədəniyyət abidələrinin xronoloji ardıcılığı
Möminə xatun türbəsi, Gülüstan türbəsi, Suraxanda Hind atəşbəsləri və Bakının şərq darvazaları. Möminə xatun türbəsi olur 12-ci əsr, 1187. Biri götürdüm. 2-ni Gülüstan türbəsi 13-14-cü əsrdədir. 2-ni götürürüm sonra. Bakının şərq darvazaları 16-cı əsrdədir. Suraxanda Hind atəşbəsləri məbədi isə 17-ci əsr. Xronoloji Mahmudabad şəhəri 13-14-cü əsr, Şamaxıda Gülüstan qalası 12-ci əsr, Təbrizin gölməsidir. Deməli 1465, Marağa Rəsədxanası 1259-71. Burada götürürük birinci nəyi? Gülüstan qalası 12-ci əsr, 2-ni götürdüm. İkisi də Hülaşiyə aiddir 4-dən 1. Amma Maraq Rəsədxanasının 1259-71-dir. Mahmudabadı saldıran Qazanxandır. O da 1295-1104-də hakimiyyətdə olub. Ona görə məntiqlərin birinci 4-ü götürürük. Çünki onda heç Qazanxan yox idi. Sonra 1-i götürürük. Ən sonunda da 3465. 2, 4, 1, 3 düzgün cavab. Xronoloji ardıcılığı müəyyənləşdirir. Şimali Azərbaycanda ilk Rus Azərbaycan məktəbi, yəni Rus Tatvar məktəbi 1887 Qoru Məmnun Seminariyasının açılması. Deməli, bu da olur 1876-da Qoru Məmnun Seminariyası, 79-da Azərbaycan şöbəsidir. Şuşada Qəzə məktəbi 1830, Tağıyevin teatr binası 1883. Ardıcılığı götürsək birinci 3, sonra 2, sonra 4, sonra 1. Bu sual səhv etmirəmsə arxada yanlış verilmişdi. Yəni ardıcılıq bu şəkildə olmalıdır. Xronoloji ardıcılığı müəyyənləşdirir. Şimali Azərbaycanda Milli Mətbuat 1875 Əkinçi qəzeti, Qoru Məmnun Seminariyasının Azərbaycan şöbəsi 79, Şəlaxana məqbərəsi 1663, Şərq Rus qəzetinin nəşr edilməsi 1903. Ardıcılıqla keçsək birinci Kəlaxana 1663-də, sonra Milli Mətbuat 1875-də, Qoru Məmnun Seminariyası 1879-da, Şərq Rus qəzeti 1903-də, cavab 3, 1, 2, 4. Hansı ayın yerində isə düzgün xronoloji ardıcılıq olar? Tağıyevin Azərbaycanlı qızlar üçün ilk məktəb açdırması 1901, Molla Nəsrəddin jurnalının nəşr olmağa başlaması 1906, Leyli Məcnun 1908, İstiqlal Muzeyinin açılması 1919-cu ilin dekabrın 7-sində, Şimali Azərbaycanda ilk bədii film 1916-cı ildə. Burada ardıcılıqda 4-dən 5-in yerini dəyişməliyik ki, ardıcılıq düzgün olsun. 133-də zaman oxunda Şimali Azərbaycan tarixinə aid hadisənin xronoloji ardıcılığı müəyyənləşdirək. İrəvanda Qəzə məktəbinin yaranması 1800, ümumiyyətlə İrəvanda və yaxud da ki Şuşada Qəzə məktəblərinin yaranması ilk dəfə 1830-da Şuşada yaranmışdı. Bundan sonra da ardıcılıqla getmişdi. Ona görə birinci Şuşanı götürək 1830-da. Sonra İrəvanda Qəzə məktəbini götürək. Daha sonra da deməli Hacı Yadda Tağıyev tərəfindən qız məktəbi 1901-də. Ən sonunda buydu. İndi xronoloji ardıcılığı necə müəyyən edərik? 2-ni gətirək. Hara? Deməli, bura. Yəni, burada ardıcılığı necə quraq daha doğrusu? Hərfləri gətirək rəqəmlərin yanına. Birinci A olsun burada 2-də. Çünki ən birinci bu yaranıb. Ardıcılıq bura baxırıq. Buradan sona qədər getməlidir. A, B, C şəklinə getməlidir. Sonra B-ni gətirək bura. Sonra da Tağıyevin qız məktəbi 1901, ən sonunda bu. Yəni, ardıcılıq onda B-A-C olaraq gedir. Uyğunluğu müəyyənləşdirək. Fəzlullah Rəşdəddin Həsən Bəyrumlu Təbrizdə Saray Kitabxanasının rəisi olmuşdu. Heç biri. Şah Abbasın tarixçisi olmuşdu, İskəndər bəy Münşi. Şah Təhmasibin tarixçisi olub Həsən bəy Rumlu. Hülaki dövlətində baş vəzir olmuşdu, Fəzlullah Rəşdəddin Qazanxanın vəziri idi. Şah İsmailin tarixçisi olmuşdur. Deməli, Şah İsmailin tarixçisi bunlardan heç biri olmamışdı. Cavab deyilən C. Nəsrəddin Tusi İskəndər bəy Münşi Təbrizdə bədii miniatür məktəbi yaratmışdı. Heç biri anı atdım. Hülaki hökmdarı Abaqa xan vəziri. Hülakinin məsləhətçisi Abaqan vəziri Nəsrəddin Tusi idi. B-ni götürürüm. Şah Abbasın sarayında katib vəzifəsində çalışmışdı. Yəni Münşi vəzifəsində çalışmışdı. İskəndər bəy Münşi. Katiblə Münşi eyni şeydir, bunu bilək. Qazan xanın vəziri olmuşdu Fəzlullah Rəşdəddin. Şah İsmailin tarixçisi olmamışdı. Heç bir cavab 1B 2C. Erkən orta əsrlər Alban memarlıq abidələrinin yerləşdiyi əraziyə uyğunluğu müəyyənləşdirək görək. Hansı ərazidədir? Deməli, baxırıq burada 1-dən 2-yə. Deməli, 1 Xocavənd ərazisidir. 2 olur, deməli, hansı ərazi? İsmail ərazisi. İsmaildə Camaşır qalasıdır bilirik. Xocavənddə də Amaras monastırı var, Albaniya dövrünə aid. Çıraqqala Şabrandadır, Torpaqqala Qaxdadır, Oğlanqala da Lerikdədir. Ona görə cavab olur 1G, 2A. Belə əziz abituriyyentlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olub, videoları bəyənib, şərh yazmağı unutmayın.